Hər zaman dərsdə mən salamlaşmaqla başlayıram. Sağ tərəf edirik. 1, 2, 3. Vağzal deyəndə ağlınıza ilk nə gəlir? Gəlin köşkü. Kiçik stəkanlarında düzgün olması gerekir. Ayaqlara keçdikdə pəncə üstündə qalxırıq. Yəni pəncə üstündə süzürük, belə deyim. Van, pəncə, pəncə. Bu xoddan istifadə edərək biz rəqsi oynuyoruz. Bəli, pəncə üzərində. Yəni uşaqlara əyləncəli gələ biləcək şəkildə təqdim etməliyik biz bunu. Подготавливаю урок, то есть чтобы выучить именно латиноамериканский танец. То есть вот Хаяли, например, нам давала игровые упражнения общие. У меня тоже будет игра, то есть танцевальные игры, но конкретно подготовка к латиноамериканскому танцу. То есть чача, самбо. Когда мы проводим танцевальные занятия, мы очень часто употребляем стишки. И все делаем под стишок. То есть все движения происходят под стишок, тогда дети намного быстрее запоминают эти движения, то есть им намного интереснее и веселее. Так. 1, 2, 3, 4. Bunu da eləyəndə uşaqlara deyir ki, ya topunuza baxırsınız, ya da çiyninizə baxırsınız. Bunu biz tabanla da eləyirik. Eyni də olur. 1, 2, 3. Aha, uşaqlar bunu eləyən zaman mən də naklonlar verirəm. Deməli, biz gimnastikanı bağçalarda ona görə keçirik ki, uşaqlarımızın əzəlləri boş, bel sümükləri gərgin vəziyyətdə olur. Biz də onları gimnastik elementlərlə bu deməli əyriliyin, gərginliyin qabağını alırıq. Çox sağ olun, əməyinizə sağlıq. Mən zövq aldım.